Qoç, sabah maliyyə işlərində qarışıqlıq ehtimalı var. Pul və sənədlərlə işləyərkən diqqətli və ehtiyatlı olun. Əgər çətin bir vəziyyətə düşsəniz, problemi mümkün qədər özünüz həll etməyə çalışın. Axşamı xoş bir romantik görüşlə başlamaq tövsiyə olunur. Əgər sizi hələ dəvət etməyiblərsə, təşəbbüsü öz əlinizə alın. Əyləncəli bir macəra böyük ehtimalla gözlənilməz nəticələrə gətirib çıxaracaq. Bugün baş verən təsadüfi bir tanışlıq isə zamanla daha ciddi bir münasibətə çevrilə bilər. Buğa. Bugün buğalar müəyyən maneələrlə üzləşə bilərlər, lakin onlar sizi daha da ruhlandıracaq və uğur qazanmaq istəyinizi gücləndirəcək. Həmkarlarınızın problemlərinə dərindən baş vurmayın. Onların çoxu boş və süni problemlərdir. Siz isə sadəcə vaxtınızı itirəcəksiniz. Bugün emosiyalarınızı ifadə etməyə tam haqqınız var. Bəzən bu sadəcə zəruridir. Qıcıqlanmanı içinizdə saxlamayın. Axı siz poladdan deyilsiniz. Əlbəttə, ətrafınızdakılar bəlkə də incəyəcəklər. Amma bundan sonra sizi daha yaxşı anlayacaqlar. Əkizlər. Bugün bəzi əkizlər üçün əlavə gəlir əldə etmək baxımından gözəl bir fürsət yarana bilər. Lakin bununla yanaşı, zamanın sınağından çıxmış bir tərəfdaşla münasibətlər pozula bilər. Əgər seçim məhz bu şəkildə qarşıya çıxarsa, puldan imtina edib nüfuzunuzu qorumaq daha məqsədə uyğundur. Bugün işgüzar tərəfdaşlarla keçirilən görüşlərin nəticələri və iş yerində göstərilən fəal fəaliyyət, rəhbərliyin sizə olan müsbət münasibətinin əsasını təşkil edəcək. Xərçəng. Bugün xərçənglər həm sözlərində, həm də əməllərində ehtiyatlı və tədbirli olmalıdırlar. Gizli düşmənləriniz və paxıllarınız fəallaşa bilər. Xırda məsələlərin həlli və ev təsərrüfatı ilə bağlı qayğılar üçün xeyli vaxt və enerji sərf etməli olacaqsınız. Əgər həyatınızda yeni bir pərəstişkar yaranıbsa və bu insanı yanınızda saxlamaq istəyirsinizsə, sirli davranış maskasını üzərinizdən götürməyin. Yüngül bir gizəm çox vaxt sevən bir qəlbi yaxınlıqda saxlamağa imkan verən o qısa ipdir. Bugün vaxtınızın böyük hissəsini birlikdə keçirməyə çalışın. Şir. Bugün özünüzü nümayiş etdirməkdən çəkinməyin. Özünü təqdimatın artığı olmaz. Kimsə sizi təvazökarlıqdan uzaq biri kimi qiymətləndirə bilər. Amma bu önəmli deyil. Hazırda şirlər ön plana çıxmalı və aparıcı rolu ələ almalıdırlar. Bu dövrdə atacağınız addımlar uzun illər üçün maddi rifahınıza təsir göstərəcək. Bugün praktiki məqsədlərlə edilən səfərlər sizin üçün uğurlu olacaq. İmkan daxilində ictimai nəqliyyata üstünlük verin. Əgər avtomobil idarə edirsinizsə, sükan arxasında son dərəcə diqqətli və ehtiyatlı olun. Qəza vəziyyətləri istisna edilmir. Qız. Bugün qız bürcü nümayəndələri üçün gərgin bir gün olacaq. Biznes sahəsində çalışan qızlar üçün çətin bir dövr başlayır. Əgər üzərinizdə hansısa səhvlər hiss edirsinizsə, bütövi qorumaq üçün bir hissədən imtina etmək daha yaxşıdır. Bugün mənfi emosiyalara qapılmayın, xüsusilə də onlar iş yoldaşlarınızla bağlıdırsa. Özünüz haqqında yaxşı təəssürat yaratmaq və tərəfdarlar qazanmaq şansınız var. Bugün əldə edilən məlumat çox maraqlı görünə bilər, lakin böyük ehtimalla etibarsız olacaq. Tərəzi. Tərəzilərin şəxsi həyatında əlverişli dəyişikliklər yaxınlaşır. Əgər maraqlı bir məşğuliyyət üçün darıxmısınızsa, öz bacarıqlarınızı göstərmək üçün yaxşı bir fürsət yaranacaq. Yeni bir layihə işə salınarsa, orada lider olmaq sizin üçün həm vacib olacaq, həm də buna gücünüz çatacaq. Bu statusa uyğun olmaq üçün istirahətinizin bir hissəsindən imtina edib mövzuya daha dərindən yiyələnməli olacaqsınız. Bugünkü gün gələcəyi planlaşdırmaq üçün də uğurludur. Gecə isə sevdiyiniz insanla ünsiyyət sizə unudulmaz hisslər bəxş edəcək. Əqrəb. Həyatınızın həm emosional, həm də fiziki tərəflərində eniş müşahidə olunur. Bugün əqrəblərin bir çoxunu baş verənlərdən narazılıq, özündən və davranışlarından məmnun olmama hissi gözləyir. Cari işlər sizə mürəkkəb tapşırıqlar toplusu kimi görünə bilər. Lakin əslində vəziyyət o qədər də pis deyil və tezliklə buna özünüz əmin olacaqsınız. Bugün ərizələrlə müraciət etmək, eləcə də işgüzar və ya maliyyə dəstəyi axtarmaq məsləhət deyil. Axşama doğru özünüzü pis hiss etsəniz, bu dəfə adət etdiyiniz kimi əhəmiyyət verməməzlik etməyin. Sağlamlığınızla ciddi şəkildə məşğul olun. Oxatan. Əgər bir qədər pul yığmısınızsa və onu necə istifadə etmək barədə düşünürsünüzsə, tam güvəndiyiniz insanlardan məsləhət alın. Böyük ehtimalla doğru tövsiyə əldə edəcəksiniz. Bugün iş yerində mübahisəli bir vəziyyət yaranarsa, onu müzakirədən kənarda saxlayın. Bu problemlərdən qaçmaq demək deyil, sadəcə həmkarlarla münaqişə istəmədiyinizi göstərir.
Ola bilsin ki, bu gün miras və ya digər ödənişlə bağlı məsələlərlə qarşılaşmalı olasınız. Axşam saatları ailəvi oturuşlar, birgə tədbirlər və köhnə dostlarla görüşlər üçün əlverişlidir. Oğlaq. Əgər yaxşı qazanc əldə etmək istəyirsinizsə, əlavə işləri üzərinizə götürün. Bu halda həm pul, həm də vəzifə yüksəlişi şansı qazanacaqsınız. Bu dövrdə mükafatınız birbaşa görülən işin həcminə bağlıdır. Vacib qərarları tək başına qəbul etməyin. Həmkarlarınıza istedadlarını nümayiş etdirmək fürsəti verin. Bugün hər hansı anlaşılmazlıq baş verərsə, özünüzü günahlandırmayın. Sabahki astroloji şərait təşəbbüs göstərmək üçün əlverişli olsa da, özündə müəyyən incəliklər də saxlayır. Dolça. Bugün dolçalar həmkarlarına qarşı dözüm və incəlik nümayiş etdirməlidirlər. İş öhdəlikləri sizi gərginləşdirə bilər. Bir müddət məsuliyyətli olduğunuzu unutmağa çalışın və ikinci dərəcəli işlərlə məşğul olun. Bugün ev texnikası ilə bağlı problemlər yarana bilər. Mübarizə əhval-ruhiyyəsi ilə hazır olun və asanlıqla təslim olmayın. Problemlər həll olunduqda yaxınlarınızı bilik və bacarığınızla təəccübləndirəcəksiniz. Balıqlar. Bugün balıqlara şübhəli tədbirlərdə iştirak etməmək tövsiyə olunur. Əks halda həm pul itirə, həm də nüfuzunuza zərər verə bilərsiniz. Yanlış anlaşılmaların qarşısını almaq üçün intuisiyanızın səsinə qulaq asın. Gələcək planlarınız barədə heç kimə danışmayın, yoxsa fikrinizi başqaları mənimsəyə bilər. Bugün gözlədiyiniz bir xəbər ala bilərsiniz, amma hərəkətə tələsməyin. Əgər bugün alış-verişə çıxacaqsınızsa diqqətli olun, itkilər ehtimalı böyükdür.